Sevgi yok. Mikrofonumu da tez almışam. Bir cemaat mənə bax. Hayat şaşırtır hep zaten. Ne olmur dəliyə hər gün bayramda deyirlər. Yaşanıla biləcək bir şey, danışa bilsən bir də. Mikrofonu hara qoyum? Sən kimsən? Düşündürücü sualdır, hə? Düşündürücü sualları çox sevirəm. Çünki bu tərz düşündürücü suallar insana özünü kəşf eləmə şansı verir. Heç düşünmürsən sən həqiqətən kimsən? Yəni adını, soyadını, nə işlə məşğul olduğunu soruşmuram. Sən kimsən? Sən nələri sevirsən? Bir anda qarşına çıxsam və desəm ki, sən kimsən? Özün haqqında mənə nələr danışa bilərsən? Məsələn, heç döndürüb dolaşdırmadan, çaşmadan, saatlarla düşünmədən mənə kim olduğunu, nələri sevib, nələri sevmədiyini, nələrdən xoşun gəlib, nələrdən xoşun gəlmədiyini, biri sənə nə eləsə sərhəddini aşmış olar deyə bilərsən. Sərhədlərin ümumiyyətlə nələrdir? Nə kimi sərhədlərin var? Bunların hamısı mən net şəkildə bir izah edə bilərsən. Məsələn, normalda sevgilimizi və ya bir dostumuzu çox yaxşı tanıyanda bundan qürur duyuruq ki, yəni mən onu çox yaxşı tanıyıram və s. və s. Bəs özünü nə dərəcə yaxşı tanıyırsan? Yəni bu həqiqətən düşündürücü bir şeydir. Bunu düşünməliyik. Və o gün bugündür, bugün onu düşünəcəyik. Kim olduğumuzu tapmaq üçün. Nəysə, mikrofonumu da tez almışam. Bəli bir xeyir duanızı alaram. Bir neçə dəfə yoxladım səsin necə olduğunu. Əslində yaxşı görünürdü. İndi uzun-uzadı danışanda necə olacaq bilmirəm. Bu da ilk videomuzdur. Denəm bunu yoxla sonra video çəkdən. Nəysə, boş verin, takılıq belə şeylərə. Həyat bu. Hayat şaşırtır hep zaten. Nəysə. Bugün bura həmişə olduğu kimi cır-hacır qaynayır yer göy. Mən də dedim ki, madam ki hava bu qədər yaxşıdır, gedim sizə yeni mikrofonumla bir video çəkim. Biz tam olaraq böyük bir market var burada. Onun tam böyründə yaşayırıq. Tam böyründə. Burada biraz asfalta çox yaxındır. Ona görə burada hər gün maşınlar, insanlar çox olur. Burada vız maşınlar keçir. İndi də biri keçdi. Ona görə çoxunluqla həyatda video çəkə bilmirdim. Amma bu günləri bilmirəm nə bayramıdır burada. Burada da hər ay bayramdır maşallah. Burada bayram olmayan gün olmur. Dəliyə hər gün bayramdır deyirlər. Nə bilim, bəlkə də ondan da. Bayram olanda da ümumiyyətlə heç bir yer işləmir. Hər yeri bağlayırlar. Market və s. hər yer bağlı olur. Bugün də market bağlıdır deyə burada maşın, insan çox azdır və dedim bunu dəyərləndirib sizə bu gözəl həyatda bir video çəkməliyəm. Bundan sonra çalışacağam tez-tez eləyim. Zaten yay gəldi. Yay gəldisə məni tutmaq biraz çətindir. Mən tez-tez başqa yerlərə, kafelərə falan gedəcəm və ora səni də qoyacağam. Ona görə abunə olmağı unutma. Nəysə, keçək söhbətimizə. Həqiqətən kim olduğumuzu necə öyrənək? Heç oturub düşünürsünüz ki, mənim sərhədlərim nələrdir? Mən tam olaraq nələr sevirəm, nələr sevmirəm? İnsanın müəyyən bir dönəmi özündən tək və yalnız bir başına keçməlidir məncə. Mən elə düşünürəm ən azından. Ki, bu müddət ərzində sən özünü tanımalısan. Sən özünü kəşf eləməlisən. Bunu özünə borclusan, bildin? Yəni sən özünü nə qədər tez tanısan, həyata o qədər tez və o qədər öndə başlayacaqsan. Yəni düşün ki, sənin var 20 yaşın və sən həyatda nələr istədiyini, nələrə nail olmaq istədiyini, ən sadəsindən necə bir münasibət istədiyini yaxşı bilirsən və necə bir münasibəti istədiyini yaxşı bildiyin anda artıq hər önünə gələndən bir münasibət yaşamırsan. Çünki bunu mədən almır yəni. Məsələn, baxıram 2-3 aydan bir yeni sevgili, hər il yeni sevgili yaşayan insanlar var. Bu əslində yəni heç də yaxşı bir şey deyil. Bunu bir balaca törpüləmək lazımdır. Bunu bir balaca dəyişdirmək lazımdır. Çünki yəni həyat bu qədər tez və mənasız yaşanıla biləcək bir şey, danışa bilsən bir də yaşanılacaq bir yer deyil. Həyatı dolu-dolu və keyfiyyətli şəkildə yaşamalıyıq. Ona görə birinci şəkildə özümüzü tanımalıyıq. Özümüzü tanımalıyıq ki, nələri istədiyimizi bilək. Nələri istədiyimizi bildikdən sonra dediyim kimi hər şey daha fərqli olur. Məsələn, çox sevgilisi olan insanların problemi bilirsiniz nədir? Əslində tam olaraq özlərini tanıya bilməməsindən irəli gəlir. Çünki özünü tanısa, yəni o münasibət yaşadığı insanların əslində onun üçün uyğun olmadığını bilər və o münasibətə girməz. Məsələn, o çox çətin bəyənən insanlar var. Onlar əslində çətin insanlar deyil. Sadəcə nə istədiyini bilən insanlardır həqiqətən. Yəni hər qarşına çıxan insanı bəyənmirlər. Çünki bir standartları var. Sən o standartları bilməlisən. O standartları yüksəldməlisən. Yəni heç vaxt olduğu yerdə qalmalı deyil. Daha üstü olmalıdır. Çünki bu həyatda hər şeyin bir üstü var. O münasibətində, o evliliyində, o işində hər şeyin bir üstü var. Yəni o üstü yaşamaq ya da olduğun yerdə olduğun şeylə qane olmaq sənin fikrindir. Yəni bunu heç kim dəyişə bilməz. Bunun seçimi səndədir.
Məsələn, standartlar dediyim bilirsiniz nələrdir? Məsələn, bəzi insanlar var deyir ki, mən əsmər sevirəm və ya bəziləri deyir ki, mən sarışın sevirəm. Bu da bir standartdır. Bu da en azından bir standartın bilmək deməkdir də. Yəni en azından bu adam bilir ki, mən sarışın insanları sevmirəm. Mən daha əsmər insanları sevirəm də məsələn. Bunu bilir, düzdür. Gedib o əsmər insanlarla münasibət yaşamaz da, elə deyil. Sən əgər bilsən ki, bu gün məsələn mən kitab oxumağı sevirəm, mənim qarşımdakı insan əgər kitab oxumağı sevmirsə, yəni hər bir şəkildə bütün istəkləriniz üst-üstə düşməli deyil. Yəni bunu demək istəmirəm. Sadəcə olaraq biri var bu insan kitab oxumasın, biri var ümumiyyətlə kitab sevməsin. Başa düşdünüz? Yəni kitab oxumaq sevməsin. Yəni bir kitabı müzakirəsin, bu gün bu belə bir kitab oxudum, başlayıb onu həyəcanla ona danışanda o öf-püf eləyib sıxılırsa, bu böyük bir problemdir. Bu o demək deyil, danışdığınız hər kəslə evlənəcəyik. Yəni belə bir söhbət yoxdur. Danışdığımız hər kəslə evlilik yoluna gedəsi deyilik zaten. Sadəcə olaraq müəyyən bir dönəm yaşayacağıq və o dönəmi keyfiyyətli şəkildə yaşamaq üçün bunlar çox önəmlidir bizim həyatımızda. Tam olaraq bu anda öz istədiklərinizi bilsəz, sizə uyğun insanlarla münasibət yaşayarsınız və sizə uyğun insanlarla münasibət yaşamaq həqiqətən çox keyfiyyətli bir şəkildə münasibət yaşamaqdır. Sizin çox münasibət yaşamağınız bir yerdə bilirsiniz niyə pisdir? Siz həm özünüzə zaman ayıra bilmirsiniz, yəni dediyimiz kimi tam bu mövzuda olduğu kimi öz standartlarınızı, özünüzü kəşf eləməklə bağlı problemlər yaşayırsınız. Çünki yetəri qədər vaxtınız olmur və özünüzü kəşf edə bilmirsiniz. Özünüzü kəşf eləmədən həyata atılmaq həqiqətən çox yorucu bir şeydir. İkinci bir səbəb də odur ki, yəni mən tam olaraq belə düşünürəm. Çox sevgilisi olan insanların ruhsal çöküntüsü olur. Bilirsiniz niyə? Məsələn, gedirsən heç xasiyyətin uymayan bir insanla münasibət yaşayırsan və o sevgini sənə fərqli yansıdır. Məsələn, orada münasibətiniz uğurlu alınmır, problemlər yaranır və sən nəticə olaraq nəyə inanırsan? Sevgi yoxdur. Sevgi var, əzizim, sevgi var. Sadəcə kimə görə, nəyə görə? Doğru sevgini seçdiyin an sevgi çox da gözəl var. Sadəcə olaraq məsələn, sən gedib ərgənlə münasibət yaşayırsan, hansı ki o insan gəlib çatıb 20 yaşına, hətta 20 yaşına buraxıb, baxıram 27, 28, 30 yaşına çatmış bir oğlan özünü kəşf edə bilmir. Bu oğlan nə istədiyini, nə istəmədiyini hələ bilmir. Necə bir münasibət istədiyini hələ bilmir. Və sən də bilmədiyin zaman gedib bir münasibət yaşayırsınız və o münasibət bərbad şəkildə sonlanır. Bir xəyanət eləyir. Xəyanət çox dərin mövzudur. Xəyanətlə bağlı çox başqa bir düşüncələrim var mənim. Amma məsələn, xəyanət kişi işi deyil. Ümumiyyətlə, xəyanət insanlıq işi deyil. Yəni, xəyanət çox acizcə bir şeydir. Yəni, bu insan özünü tanımırsa, gedir sənə xəyanət də eləyəcək. Hər cür giclik də eləyəcək. Bunun səbəbi sən düzgün insan, yaxşı qadın olub olmamağın deyil. Sadəcə onun xarakter söhbətidir. Sənlik bir mövzu yoxdur burada. Sənə xəyanət eləyənin öz başında problem var. Səndə bir problem yoxdur. Sən gedib bunu yaşayırsan, deyirsən ki, hə, fisioda, sevgi, mevci, boş şeydir, sevgi yoxdur, nə bilim, nə yoxdur. İnsanlar belədir, kişilər belədir. Başlayırsan hər kəsə, hər şeyə nifrət eləyirsən. Yəni, bu çox problemli bir şeydir. Ona görə özünüzü kəşf eləmədən həyata atılmayın. 9-cu, 10-cu siniflərdən başlayır. Bax, ən ağıllı insan, bu dəqiqə məni hansı yaşdan izləyir bilmirəm, amma ən ağıllı insan bilirsiniz kimdir? Tam 9-cu, 10-cu siniflərindən etibarən oturub nə istədiyini düşünən insandır. İstəyir münasibət, istəyir məktəb, istəyir nələrsə düşünən insanlar. Çünki o yaşda nə istədiyini həqiqətən oturub düşünsən, artıq sənin səhv eləmə şansın yoxdur. Artıq sən 30 yaşına gələndə lənət olsun bu işi seçmişəm falan deyə düşünmə ehtimalın çox azdır. Təbii ki, yenə baş verər. Bugün sevə-sevə məşğul olduğun bir şey sabah sevməyə bilərsən, bu çox normaldır. Sabah səni biri elə bir şəkildə bezdirər ki, o işdən illallah eləyərsən, deyərsən lənət olsun bu belə idi yəni. Deyərsən. Ona görə tam olaraq o yaşdan otur və düşün, nə istəyirsən, nələr sənin üçün uyğundur, bunların hamısını düşün, ondan sonra həyata başla. Həyatının hər hansı bir bölümündə fərqi yoxdur. İstəyir 30 yaşına gəl, o işdə xoşbəxt deyilsənsə, o işi dəyişməyi bil. O işlə ömür getməz, o yoldaşla, o sevgili ilə, o insanla ömür getməz. Yəni bu çox ağır bir şeydir. Yəni Allahım heç kəsə yaşatmasın. Belə bir münasibət, belə bir işdə, belə bir ortamda yaşamaq Allah heç kimə yaşatmasın. Zaten yəni belə şeyləri bizə Allah yaşatmır. Sadəcə biz bəzi seçimlərimizin qarşılığını o şəkildə alıb və onu yaşayırıq. Bu bizim seçimlərimizdən irəli gəlir. Nəysə, söhbəti çox uzatmaq istəmirəm. Yaz kızım. Bugün ev tapşırığın oturub kim olduğunu düşünməkdir. Otur və kim olduğunu həqiqətən düşün. Kim olduğunu, nələri sevirsən, nələri sevmirsən. Bir insan sənə neynəsə sərhəddini aşır. Sənin ümumiyyətlə sərhəddin nədir? Bu dəqiqə cəmaət mənə baxır. Yolda keçən
Baxın hamı mənə baxır ki, telefonu qoyub qabağına, əlində bir dənə mikrofon, oturub danışır. Bu nə danışır, heç kim bilmir. Dilimi də başa düşmürlər, boş ver. Bugünlük mövzumuz da bu idi. Çox doğaçlama oldu. Sadəcə içimdən bu mövzunu danışmaq gəldi və gəldim oturdum, bu videonu çəkdim. Kofem də yarımçıq qalıb. Gedim kofemi də içim. Kofemi içə-içə bu videoyu paylaşıb paylaşmayacağım qərarına gəlim. Çünki burada üzümü, gözümü hal-hazırda görmürəm nə gündə olduğumu. İnşallah ki, çirkin düşmürəm. Çirkin düşməsəm mütləq paylaşacağım, narahat olma. Düşsəm də boş verin zaten. Kimdir ki, göyə gözəllik abidəsi? Hər kəsin özünə görə gözəllik, çirkinlik anlayışı var. Yəni birinə görə çox gözəl, birinə görə falan ola bilərəm. Bu çox normaldır. Belə şeylərə takılmırıq, özümüzü kəşf edirik, özümüzü kəşf eləmədən həyata başlamaq. Özünü kəşf eləmədən ayağını qapıdan çölə qoyma, qaldı ki, münasibətə başlamaq. Tamam? Bütün qonum, qonşu hamısı mənə bax. Yəni siz onlayn baxacaqsınız, bunlar canlı şəkildə məni izlədim. Mən artıq gedim və baxın videoma, sizi də bolca öpürəm. Belə deyirdim mən, bu mikrofonu hara qoyum? Bu biraz korladı söhbət. Neyse, öptüm sizi. Hələlik.